Bəli. Bu ne istirdiniz? Hə, gəlib şahilər də deyəcək. Qardaşım sən orada deyəm. Sən qurban olaram. Hamımız. Qardaşım Elxan da olsa deyəcəm aşağı düş. Heç kimdən artıq deyil. Buradan ancaq meyxana deyən deyansın. Birinin vəda atan sözü gözəldir, birinin yazdığı əsər gözəldir. Elxan maşallah. Öyle gözəl mövzuya toxunub Elxan ki, ona həzlə qulaq asmamaq, alqışlamamaq mümkün deyil. Ondan qabaq gələn Elxanın özündür, maşallah. Yaşlısı deyəsən Ruslan idi, mən biləliyim. Fərqi yoxdur, hamı qalib. Mirfərdin toyunda yaş fərqi gülməsin gələn Elxan deyən, hamı qardaşdır. Yallıdır, sağ ol. Eldənizə deyim gəlsin qarşı səni. Ruslan sən qalıb. Sağ ol Ruslan. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.